İşin başında duran bu bir doğan var dostlar. Mən sizə söz verirəm. And olsun Allaha, qanunla o ki məni yığdırır ha bu nə pul oğurlar var edir. Bu boyda pul ver, bu boyda falan ver, tez elə, tələb et. Mən çox şey burada açıb demirəm. Allah and olsun. Onun başına qanunla bir oyun açacağım ki, qanunla. Mən qanundan kənar heç vaxt iş görmərəm, söz demərəm, çıxmaram. Çünki həmişə siz də qanuna söykənin. Düz əyərini kəsir. Amma güya mən onlardan mı qorxuram? Əvvəla buradan deyirəm, ay üzünə tüpürüm bu nədir qədənin adı? Murad. Adını yazıb Murad. Səni heç muradına çatma. Səndən mi qorxacam? Səndən qorxan sənin tayındır. Bilirsən nə var? Şerifovadan üzür işte. Çox şey demirəm burada. Gələrəm, 10.000 dollar, o günləri birini öyrətmişdilər. Dedi 5.000 bir hatıram, qaçdı getdi. Bunlar dil pəhlivan deyil, bunlara inanmayın. Niyə gəldim də, toyumu da elədim, qayıtdım, gəldim. Ekranı vəbşə tıklayın, arada da hədiyyatın, az danışın. Halal olsun sənə, çox sağ olun. Yox, mən sizə sual verirəm. Aidiyyatı qurumlara niyə demirsiniz ki, bu tutulanlardan əlavə gözü, yəni ki, o gecə gündüz ailələrinizin içində söyüşlə gələnlər niyə tutulmur? Söyüş söylər, səhər gün orta axşam mən niyə girmirəm? Çünki söyüş söylər. Hə, biri də oradan deyirmiş, başını kəsərəm, başını az, get az, yaxşı, az, sən ancaq heç toyuq başı da kəsənməsən sən. Buradan deyirəm. O gün deyib, biri mənə kimsə deyibmiş ki, baxmamışam. Deyib ki, Zeynəb xanım, Rusiyanın türmələri Azərbaycanlı vətəndaşı ilə doludur. Savadsız danışmayın. O harada elə qanun var? Deyil, Azərbaycan vətəndaşına Rusiyada heç nə eləmir. Niyə? Cinayətkar hər yerdə cinayətkar. Nə axmaq danışır?